Mayın 22-sində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Dublində Trinity Universitetinin professoru Patrick Walsh və Gəncə Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Səidə İsmayılzadənin 44 gün Qarabağ işğaldan azadlığa kitabının təqdimat mərasimi keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirdə çıxış edən AMIA'nın prezidenti akademik İsa Həbibəyli xarici və Azərbaycanlı alimlərin həm müəllifliyi ilə ərsəyə gələn kitabın elmi əhəmiyyətini qeyd edib. O, nəşrin Qarabağ probleminin tarixi kökləri, səbəbləri, mərhələləri, gedişatı və nəticələrini sistemli şəkildə araşdıran ilk fundamental elmi tədqiqatlardan biri olduğunu vurğulayıb. Akademik İsa Həbibəyli Azərbaycan və İngilis dillərində nəşr olunan bu monoqrafiyanın beynəlxalq elmi ictimaiyyət üçün dəyərli mənbə olduğunu qeyd edib. Əsəri Avropa və Azərbaycan alimlərinin elmi əməkdaşlığının uğurlu nümunəsi kimi səciyyələndirib. Kitabda Qarabağın ən qədim dövrlərdən bugünədək olan tarixin mötəbər elmi mənbələr əsasında dərindən tədqiq olunduğunu deyən AMIA prezidenti vurğulayıb ki, nəşr Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. O, kitabda 1-ci Qarabağ müharibəsi ilə yanaşı 2-ci Qarabağ müharibəsində tarixi reallıqlarının geniş şəkildə öz əksini tapdığını bildirib. Qeyd edib ki, əsərdə Azərbaycan Respublikasının prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə aparılan Vətən müharibəsinin cəmi 44 gün ərzində tarixi zəfərlə nəticələnməsi real faktlar və sənədlər əsasında təqdim olunub. Sonra siyasi şərhçi, Böyük Britaniya Kral Cəmiyyətinin üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Neil Watson Cənubi Qafqazın yeni reallığı Patrick Walsh'un Qarabağ konsepsiyası adlı məruzəsini təqdim edib. Məruzəçi kitabın həm müəllifi olan professor Patrick Walsh'un Azərbaycana və Qarabağ müharibəsi mövzusunda öz prinsiplərinə sadiq qalaraq cəsarətli və obyektiv tarixçi mövqeyindən yanaşdığını bildirib. O, Patrick Walsh'un 2018-ci ildə Azərbaycana və xüsusilə Milli Elmlər Akademiyasına səfərinin alimdə Azərbaycana qarşı böyük maraq yaratdığını söyləyib. Neil Watson ictimaiyyətə təqdim edilən nəşrin məziyyətlərindən də danışaraq qeyd edib ki, geniş araşdırmalara əsaslanan fundamental akademik əsər olan bu kitab müəlliflərin müasir hadisələrə analitik yanaşmasını əks etdirir. Tədbirdə həmçinin bir sıra mövzular da təqdim olunub. Leyli Namiq qızı Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.